Salam qızlar, necəsiz? İnşallah yaxşı olarsınız. Mən soruşsaz, mən də yaxşıyam. Çolpam var idi qızlar, pişirmişdim. Ətindən biraz, iki çolpa pişirmişdim. Birini özümüz üçün, birini Lucy üçün. Ətindən biraz dedim Lucy'yə. Lucy'nin payına da böldüm. Həyətdə balalar var idi, bir şeylər. Onlara verdim. Demək qızlar, evdə bir şey saxlamaq həqiqətən həm məsuliyyətli işdir, həm də gözəl işdir. Lucy mənə biz necə daha mərhəmətli heyvanlara qarşı öyrətdi. Bunun üçün yəni minnətdaram ona həqiqətən. Belə kukuruzlar TikTokda hey qabağıma çıxırdı. Alıb yoxlamaq istədim. Mən aldım qızlar, axşamı yenə yoldaşım sənə. O da görüb TikTokda var. Bilir ki, belə şeylər xoşlayıram. O da sağ olsun mənim üçün alıb gətirib. İçindən belə bir dəst çıxdı. Ətrafımda da uşaq yoxdur. Yəni onu padark eləyim ona. Mən də Lucy'nin boynuna taxdım. Rəngi ağdır deyənə yaraşır Lucy'yə. Bir də qızlar şey almışdım. Elif barlar almışdım. Belə protein bar. Endirimdə idi, 49 qəpik idi. Yəni düzdür, 49 qəpikdən böyük bir bəkləntim yoxdur açıqcası. Amma yenə də dadı yaxşı deyildi. Elə ki, evdə düzəldib qoymuşsan. Bəlkə də evdə düzəltsəydik daha yaxşı idi. Bir də qızlar, Lucy atamgildə mənim otağımdakı maçınayı qırmışdı. Mən də ona görə onu qızlar. Demək, elə kley almışdım, amma elə də keyfiyyətli deyildi. Bu səfər evdən gərək şey yaparım, tapanca kleyim aparım, o daha yaxşıdır. Lucy sağ olsun, imkan verməyib. 2000 years later. Nə deyirəm, sonrasına çıxmasın, çıxır. Belə, burada da bunu belə düzəltdim, qoydum qurusun. Demək qızlar, mən burada gedirəm şeyə. Ad günə gedəcəkdim deyənə şam falan almaq lazım idi. Həm də jurnalimin ayağı qırılmışdı. Onu bərpa eləmək üçün getdim manatlığa falan. Həmən kleydən tapmaq üçün aldım. Demək qızlar, belə bir özümə dəftər aldım. İdmana falan başlamaq istəyirəm. Həm də ki, alacağım əşyalar planlama üçün aldım. Planlarımı yazmaq üçün. Həm də ki, Louis Vuitton çox xoşuma gəlir. Yəni, sevdiyim bir markadır. Ayda bir lookunu belə görsə alıram. Belə bir saatın baterika. Evdə neçə satılır qızlar. Baterika almaq yadımdan çıxır. Bugün səhər bir manatlıqdan aldım. O birisini şamı da şeydən aldım. İran dükanından aldım. 2 manat 50 qəpik aldım. Fişəngi də manatlıqdan 1.50 aldım. Belə, Dəmin oğlunun ad günüsüdür. Deyirəm, gedəndə onun üçün mavi, sarı, yaşını onun üçün istifadə edəcəm. Qalanını da evdə qalar. Kimin ad günü olsa, onun üçün istifadə edərəm. Ümumiyyətlə, mən xoşlayıram. Yəni, əlimə düşəndə şamlar alıram. Romantik bir insan, əkizlər burcu olduğum üçün və romantik bir insan olduğum üçün belə şeyləri çox istifadə edirəm. Yəni, ad günlərində falan sürprizləri çox edirəm. Demək, bu bizim nəsildə, yəni ki, deyirlər ki, sürprizdə arzu yaxşıdır. Ona görə, yəni bu işlər mənim üstümə düşür. Demək qızlar, indi mən başladım ayağı yapışdırmağa ki, onsuz da ki, jurnalini dəyişdirəcəm. Yəni, bu jurnalini artıq istifadə eləmək istəmirəm. Demək, bu jurnalini artıq istifadə eləmək istəmirəm, çünki təhlükəlidir. Neftçilərdə bir dükan var, mebel salonu. Orada mən istədiyim kimi üçlü sehpa görmüşəm. Ondan alacağım. Bir də qızlar, Lucy üçün belə bu toplar aldım ki, oynama, dırmaqlama
taxtası, tırmalama taxtası düzəldim. O da düzəltdim, heç yəni üzünə də baxmadı belə. Sağ olsun, mənim kravatımın başı var, nə bilim, divan falan var deyənə. Bunlara ehtiyac duymur. Belə. Çox asandır, yəni hazırlamaq, amma sağ olsun istifadə etmədi belə. Bəlkə də eləyir, amma mən görməmişəm yəni hələ ki istifadə elədiyini. Əllərimlə tutdum da göstərdim ki, belə eləmək lazımdır. Demək qızlar, axşam da mamam bizi çağırdı qutaba. Çoxdan da ürəyimdən göy qutabı istəyir, keçirdi. Elə mamama demişdim. Mam da sağ olsun hazırlayıb bizi çağırmışdı. Bugünlük bu qədər qızlar. Sağ olun, sağlıqla qalın. Hələlik görüşənədək özünüzdən müğayət olun.